Hörmətli Azərbaycan Respublikasının Prezidenti, hörmətli Serbiya Respublikasının Prezidenti, zat aliləri, Azərbaycan nümayəndə heyətinin üzvləri, imzalanmış sənədlərin mübadiləsi mərasiminə başlayırıq. Azərbaycanın Maliyyə Naziri Sahil Babayev və Serbiyanın Kənd Təsərrüfatı, Meşəçilik və Su Təsərrüfatı Naziri Dragan Glamočić Azərbaycan Respublikası hökuməti ilə Serbiya Respublikası hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında sazişi mübadilə edirlər. Azərbaycanın İqtisadiyyat Naziri Mikayıl Cabbarov və Serbiyanın Mədən və Energetika Naziri Dubravka Đedović Azərbaycan Respublikası hökuməti ilə Serbiya Respublikası hökuməti arasında Serbiya Respublikasında qaz turbin elektrik stansiyasının işlənməsi, layihələndirilməsi, tikintisi və idarə olunması haqqında sazişi mübadilə edirlər. Azərbaycanın İqtisadiyyat Naziri Mikayıl Cabbarov və Serbiya Baş Nazirinin birinci müavini, İqtisadiyyat Naziri Adriana Mesarović Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Serbiya Respublikasının İqtisadiyyat Nazirliyi arasında anlaşma memorandumunu mübadilə edirlər. Azərbaycanın Maliyyə Naziri Sahil Babayev və Serbiyanın İnformasiya və Telekommunikasiya Naziri Boris Bratina Azərbaycan Respublikasının Medianın İnkişaf Agentliyi ilə Serbiya Respublikasının İnformasiya və Telekommunikasiya Nazirliyi arasında media və kommunikasiya sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu mübadilə edirlər. Azərbaycanın Mədəniyyət Naziri Adil Kərimli və Serbiyanın Mədəniyyət Naziri Nikola Selaković Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Serbiya Respublikasının Mədəniyyət Nazirliyi arasında 2026-2030-cu illər üçün mədəniyyət sahəsində əməkdaşlıq memorandumunu mübadilə edirlər. Azərbaycanın Gənclər və İdman Naziri Fərid Qayıbov və Serbiyanın İdman Naziri Zoran Qayiç Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Serbiya Respublikasının İdman Nazirliyi arasında idman sahəsində anlaşma memorandumunu mübadilə edirlər. Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev və Serbiyanın Milli Tibbi Sığorta Fondunun direktoru Saniya Radojević Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Serbiya Respublikasının Milli Tibbi Sığorta arasında tibbi sığorta sistemləri sahəsində əməkdaşlıq haqqında memorandumu mübadilə edirlər.